Ayın 16-sı OTK sınavına düşmüş sualların izahı ilə davam edirəm. Kanala abunə olub videoları bəyənməyi unutmayın. Belə bir maraqlı sualdır. 1/4-1-i gəlin sadələşdirək. Baxın, belə yaza bilərik. 1-in kvadratı çıx 2/1-in kvadratı. Bu da müxtəsər vurma düsturu vasitəsilə aça bilərik. Bir dəfə 1 ilə 2/1-i toplayarıq. Bir dəfə də 1-dən 2/1 çıxarıq. 1 ilə 2/1-i toplayanda edəcək 1/2/1, 1/2/1, 2/3 deməkdir. Çünki, baxın buradan yazın, 1/2/1 qarışıq ədəd düzgün olmayan kəsrə çevirəndə nə etmək lazımdır? 1-i 2-yə vurub üstünə 1 gələsiyik. 1-dən də 2/1 çıxanda 2/1 qalar. 1-dən 2/1 necə çıxırıq? 1-i parçalayırıq. 2/2 çıx 2/1 formasında biz bunu çıxa bilərik. İndi 2/3 vur 2/1. Deməli, biz burada verilən kəsirlərin hər birini bu formada yazacağıq. Məsələn, 1/9-1-i 1/3-1, 1 üstəgəl 3/1 və sadələşəcək. 2/3 başlayıram yazmağa. 2/3 vur 2/1 vur 3/2 vur 3/4 vur yenə 4/3 vur 4/5 bu formada olacaq və ən sonda 1/225-1, 1/15-1, 1 üstəgəl 15/1 formasında 15/14 vur 15/16. İxtisarlarımızı da aparaq. Baxın, bunlar bir-birinə getdi hamısı. 14, 15 də özündən əvvəlki 14, 15 deməli kəsrimizin surət və məxrəcindən gedəcək. Qalacaq burada sadəcə 2/1 və burada da 15/16. 16-dan da 2 ixtisar gedir. 8 qaldı surətdə. Düzgün cavab 8/15 olar.